Su qovuşan növbəti doğma sakinlərinə qucaq açıb 179 nəfərdən ibarət 54 ailə kəndə köçürülüb. Əməkdaşımız Elnur Tofiq hazırda bizlə birbaşa bağlantıdadır və köçüşün təfərrüatları barədə daha ətraflı məlumatı məsələ Elnur bizə çatdıracaq. Elnur, söz sizdədir. Eşidirik sizi, buyurun. Bəli, geridə qalan xəbər saatında Tərtərdən olan canlı bağlantımızda su qovuşana gələcək olan keçmiş məcburi köçkünlərlə bağlı görüntüləri sizə təqdim etdik, məlumatları verdik və bildirmək istəyirəm ki, bugün doğma vətənə tam 3-10 illikdən artıq bir müddətdən sonra qovuşan insanlar əbədi yaşayacaqları yaşayış kompleksinə çatıblar. İndi operatorumuz Elmin İspəndiyarov görüntüləri sizə təqdim edir və artıq açarlar bura köçən insanlara təqdim olunur. Bildirmək istəyirəm ki, bugün 54 ailə 179 sakin köçürüldü bura və sadəcə 4-cü köçdür ki, artıq su qovuşanda yeni inşa olunmuş yaşayış kompleksinə çatır və burada insanlar üçün demək olar ki, tam müasir standartlara cavab verən həm yaşayış binalar, həm də mənzillər inşa olunubdur və bunun fonunda həmçinin yaşayış kompleksində uşaqların əylənməsi üçün əyləncə mərkəzi, söhbətgahlar, mini futbol meydançası, idman qurğuları quraşdırılıb və beləliklə bu köçdə daxil olmaqla artıq bu gördüyünüz yaşayış kompleksində 180 ailə 592 nəfər məskunlaşmış oldu və bu tendensiya davam edəcək və onu da xüsusi olaraq bildirmək istəyirəm ki, Ağdərə rayonuna artıq 3-cü yaşayış məntəqəsidir ki, köçlər gerçəkləşir. Bunlar ilk öncə Talış kəndə köç gerçəkləşdi və oranın nəzərli sakinləri orada məskunlaşdıqdan sonra bir müddət öncə rayonun Həsəniz kəndinə köç oldu və artıq 4-cü mərhələdir ki, su qovuşana da köç gerçəkləşir. Buradayıq AzTV komandası olaraq bura köçmüş və evlərinin açarlarını almış və doğma yurda əbədi olaraq qovuşmuş insanların təəssüratlarını da öyrənəcəyik. Su qovuşanla çatdırmaq istədiklərim bunlardır, söz sizdə. Təşəkkür edirik Elnur, ətraflı məlumat üçün çox sağ olun və davam edirik hörmətli tamaşaçılar. Ötən gün